Niyə ki, bəyəm evdə oturub inkişaf eləmək olmur. Hal-hazırda internet var. Yəni məncə internet evdə oturan introvertlər üçün, ev mühitini sevən insanlar üçün böyük bir kəşfdir. Mən evdə otururam, məsələn bir dənə oğlanı izləyirəm. Səyyahdır da. O Mozambikdədir indi. Adını yazaram aşağıda. Baxa bilərəm. Burak Durgun. Yadıma düşdü. O gəzir, mən də ona bir gəzirəm. Məsəl üçün, Cənubi Afrikaya getmişdi. Mən də ona bir də onun bazarlarını kəşf edirdim. Gedib hər şeyə gözünlə görəsən. Yəni belə də yəni. Kitablar var. Ola bir oxuya bilərsən. Yəni mən çağ adamı deyiləm də, mən ev adamıyam. Və evi sevən insanlar inkişaf etməyin bir yolunu tapırlar. Mən elə bir insanam ki, hər gün nəsə öyrənməsəm ürəyim partlayar. Bir də mən buğa-bürcüyəm. Buğa-bürcü insanlara hər şeydə məlumatları olur. Hansı sahə maraq göstərirlərsə. Əvvəllər məsələn yeməklərə baxardım. İndi yemək mən o qədər də marağımı çəkmir də, yəni. Sıxıldım o özdən. Amma səyahət mövzusu heç vaxt sıxılmayacağım bir mövzudur. Əvvəllər Oryol Reşkaya baxırdım. Baxanlar varsa bilirlər. Deyəsən çəkmirlər daha hə ona. Oryol İri Reşka. Rus dilində idi. Məsəl üçün Burak türkdür. Kontenti türkçə yaradır da. Netflix var. Hal-hazır mən Netflix bağlıdır. Belə yəni. Evdə da oturub inkişaf eləmək olar. Ki, olur da. Çox gelib gəzməyi sevirsənsə, imkanın varsa nə əla. Amma evdə də pisdir yəni. Arada çıxıb biçkan fırlanıb evə qayıtmağı çox sevirəm mən.